bəşəriyyətin xilaskarıdırlar. Onlar müqəddəs peşənin sahibidirlər. Onlar insanlığın keşiyində fasiləsiz çalışanlardır. Bunu siz de belki bizim kolektifin geçtiği yolu izleye göre bu kanaate gelmişsiniz ki yani bu kolektifte yani bu tür terkiplere layık çok adamlar var. Yani ki sizin de imkanların məhdud olması yani o mənada deyirəm ki bu kolektifin həqiqətən 44 günlük müharibəni kendine alsa her bir üzvü həqiqətən bu cür təlifə layık. Bu zamanlar mahiyetli olmuyor, kadına olsun, tıbaysı olsun, kim ol, hekim olsun, hakikaten kolektif bir olurdu. Bak birinci Karabağ, ikinci Karabağ dönemi yer bulan hamsını görmüşüm. Ve o maraklı fakta var ki ikinci Karabağ döneminde 44 günün muharebe döneminde 800'e yakın yaralı bu hastaneye dahil olup bizim cerrahların çok olup sizler ki bu kolektifimize değer verirsiniz. Hakikaten bu kolektif o değere layık, samimi diyelim. Gece yok, gündüz yok. Yani rayonlar içerisinde siz özünüzü statistik yaparsanız hakikaten özünüzde bu müşahede varsınız. Siz de oradan da böyle bir hastahanası çok köklü, hemşehrilerinde olan, hekimleri de oradan da savattır, kabiliyetli, tıp işçileri her biri öz yerinde olan bir kolektif. Biz bizleri değerlendiririz. Çok hususi emeği olan işlere, tabii ki işlerin hamısı birden temsil etmek mümkün değil. Bu da anlaşılandır. Zaman zaman yerdeki her bir işçi öz layıklı kıymetini alacaktır. Kolektif adından, teşkilatımızda, şahsen müəlliməm, zahirin həqiqətən mən bilirəm, bu əndən bəri içinirlərlə danışıb və yaxud da ürək görüntülərinin səsini işlədirəm. Həqiqətən onları açılığın səmi olaraq deyirəm ki, gördüm. Yani tüm bunlar hamısı bu kolektive verilen bilmez. Yani biz adi bir kolektif olsaydı, sade bir iş olsaydı, yani ki o kadar bir heyecanlı olmazdı. Ona göre çok hem rehberlik seviyesinde hem yerlerde size hem bu işin teşkilinde, eziyet için her birinde kolektif adından, öz adından teşekkürümü bildirirəm. Həkimlərin böyük əziyyəti, onu yəni bunu xırdalamağa dəyməz, bu bizim gözümüzün qarşısında olmalı. 44 günde olsun, April'de olsun, 93'de olsun, bunlar bu vəziyyətdən hamısının çıxır. Mən Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimaiyyəti sədri adından, bütün Qarabağda, Azərbaycanın böyüklər adından, qazilər adından sizi təbrik edirəm. Hər birinizə uğurlar arzulayıram. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi 17 iyul Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə sizləri səmimi qəlbdən təbrik edir. Sizə uğurlu ömür, möhkəm can sağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edir. Bu münasibətlə biz də sizi təbrik edir və sizi alqışlamaq istəyirik. Bu başlıq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyidir. Bilirəm, siz ağır iş rejimindəsiz. Acıqlarım olmasa yaxınlaşın, Əlüsət mənim siz də yaxınlaşın. Mən adları bir oxuyum, siz təqdim edin. Olar mı? Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi sədri Füzuli Qulyev adından, sədri Mavini öz adından sizə təşəkkür verirəm. Xəstəxanamıza, buradakı xəstəxana ən ağır günlər keçir həqiqətən. Burada oturanların hamısı həqiqətən qəhrəmandır. Sağ olun, var olun, təbrik edin. Hüseynov Şahlar Xasayevlər.
şəhidimi götürmüşsün, təbii. Çok yakın. Din Əloğlu. Afet Zakiroğlu. Bir oradan bir. Feyruzoğlu. Camaloğlu. Bağırov. Dadaşova. Bu təqdimatı qoymayacağım. Çox uzaq ki də elə buradan mən özüm təqdim edəcəm. Sevgimiz razı olar da. Kəngərli Tünzalə Şakir qızı. Azadov Fazil Allahverdoğlu. O biraz eleyecek, ona ikisini Təbrik edirəm. Bu gözəl şərəfli xidmətinizdə, şərəfli işinizdə sizə bir-birinizə uğurlar arzu edirəm. Sizə öz adımdan, qazi qardaşlarımın adından, o cümlədən başlayın. Amma qıraqda o çek alınan yerlərdə orada qıza tanıyıb deyib şəhid anası o özü utanır. Ondan sonra biliblər boşluqla qarşıya. Yəni diqqət mənim şəhidimə, qazimə, vətəndaşıma diqqət yetirən adam, hörmət qoyan adam mənim üçün hər zaman hörmətlidir. Bir daha sağ olun. Gözəl bayramı təbrik edirəm.